Bir neçə ay öncə mən bir eksperiment kimi Merles XM platformasında bir copy trading account açdım və çalışdım ki, belə çox dərindən olmayan bir primitiv ilk dəfə görən kimi özümü aparım və görüm ki, bu işə başlayım, görüm necə olacaq. Əlbəttə ki, ən belə ilk ağla gələn nəyə baxmaq lazımdır? Düşünürəm ki, hamı fikirləşir gəlirliyə. Əgər trader, master yaxşı gəlir verirsə, niyə görə də onu kopya etməyək? Ona görə ilk seçimim oldu ki, ən çox gəlir gətirən traderi seçdim və başladım onu kopyalamağa. Sonra baxdım ki, bunun win ratio var da, yəni ki, bağladığı tradelərin, ticarətlərin neçəsi müsbət olub, onun üzərindən də keçdim və oradan da seçdim və üçüncü aləti üzrə seçdim. Yəni ki, baxdım ki, gördüm orada qızılda yaxşı kimsə çoxlu qazanır, götürüb qızılı seçdim. Belə primitiv olaraq bütün test vəsaitini bu 3 trader arasında böldüm və təxmini 2 həftəyə depozit sıfırlandı.